Xoş gəlmisiniz Pənah bəy. Xoş gördük, dəvətə görə təşəkkür edirəm. Bu günlərim ölkə gündəmi haqqında danışmaq istəyirik əslində sizlə. Yəni son baş verən hadisələr bilirsiniz yəqin. Bu gün Balakənin icra başçısı İslam Rızayevlə Hürriyyət qəzetinin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. İddialar var ki, bu Mehdiyev işi ilə bağlıdır. Sizin bu barədə düşüncələriniz nələrdir? Rəsmi hər halda açıqlamalar olandan və irəli sürülən ittihamlar barədə hansı maddələr üzrə qaldırıldığı məlum olandan sonra fikir yürütmək mümkündür və ümumiyyətlə məqsədəvun da odur. Ümumiyyətlə Mehdiyev məsələsi ilə bağlı söz-söhbət gəzir ki, artıq ictimaiyyət arasında bu bir sıra müxalifət partiyaları arasında gəzir ki, parlament buraxılmalıdır. Çünki Ramiz Mehdiyevin orada çox yaxın insanları var. Siz nə düşünürsünüz? Parlamentin buraxılması məsələsi? Axırıncı parlamentin demək Ramiz Mehdiyevlə birbaşa hansı əlaqədə olması məsələlərini o qədər də demək sözün doğrusu məntiqi görmürəm. Çünki Ramiz Mehdiyev həm 19-cu ildə tutduğu administrasiya rəhbərliyi vəzifəsindən gedəndən və 6 il sonra və hətta bu akademiyanın prezidenti vəzifəsindən gedəndən sonra da bir 3 il sonra seçkilər keçirilib. Yəni fərqli məmurlar keçirir, fərqli. Amma deyirlər ki, yaxın adamlarının... Demək, yəni mən öz fikrimi ifadə edirəm ki, mənim fikrimcə, yəni bu konkret olaraq formalaşdırmada konkret şəxsən Ramiz Mehdiyev iştirak eləyib, mən bunu demək o qədər də ağlabatan hesab eləmirəm. Yəni, belə olmayıb, mən özüm seçkilərdə iştirak eləmişəm. Və bu Ramiz Mehdiyevin çoxdan bu deməli vəzifədən getməsinə baxmayaraq, elə təxminən onun dövründəki seçkilər kimi o ruhda keçibdir. Amma konkret məsuliyyəti də bu seçkini təşkil edənlər, keçirənlər məncə seçki komissiyasından daxil olmaqla onlar daşıyırlar. Görünən budur ki, yəni, amma Ramiz Mehdiyev şərt olaraq deyək. İndi bu hansı səviyyədə və dərəcədə yalnız Ramiz Mehdiyevlə bağlıdır, onun şəxsi zehniyyəti ilə və idarəçilik tərzi ilə, fəlsəfəsi ilə bağlı başqa bir məsələdir. Amma demək, hər halda belə çıxır ki və göründü ki, Ramiz Mehdiyevçilik nəinki dırnaq arasılaraq onu demək, yaşayır, hətta çiçəkləndi bu seçkilərdə. O baxımdan seçkilərin yeni demokratik, azad seçkilərin keçirilməsi məncə zəruridir. Bu cür seçkilər əslində Ramiz Mehdiyevçiliyi, hətta o özü bu dünyada olmasa belə cismən yaşadan məsələlərdən biri, mexanizmlərdən biri bu elə ən axırıncı seçkilər kimi seçkiləri keçirməkdir. Son dövrdəki bir sıra məsələlərdən danışmaq istəyirəm. Bilirsiniz, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı bir sıra məhdudiyyətləri aradan qaldırdı. Yəni, hətta Qazaxıstandan Ermənistana bir sıra buğda keçəcəyi ilə bağlı. Məncə bir sıra yox. Rəsmi göstərici bütün məhdudiyyətlər. Bütün məhdudiyyət aradan qaldırdı. Bəli, düz deyirsiniz. Bu məsələyə münasibətiniz necədir sizin? Bu həqiqətən regionda yeni geopolitik situasiya yaradan bir vəziyyətdir. Elə bugün Ermənistanın da baş naziri bunun tarixi bir hadisə adlandırıb Azərbaycanın məhz götürülməsi məsələsindən sonra fərqli bir region mərhələyə daxil olub, fərqli bir şəraitə daxil olub. Yəni bunun da Ermənistan tərəfindən də etirafı və təsbiti bu əlamətdar bir məsələdir. Prinsip etibarilə yəni təbii ki bölgədə bu qapanma vəziyyəti, bir-birinə qarşı düşmənçilik, kommunikasiyaların o cümlədən kəsilməsi bu Rusiyanın SSR dağılandan sonra burada öz təsirini saxlamaq üçün istifadə etdiyi mexanizmlərdən biridir və bu demək bir tərəfdən bu Rusiyanın, Ramiz Mehdiyevçiliyi özü də Rusiyanın buradakı təsirlərinin bir formalarından biridir əslində və cəmiyyətdə də ona görə bu qədər böyük bir rezonansa səbəb olur. Hətta mən sizə deyim ki, istər Rusiya segmentində bu müxtəlif sosial şəbəkə və yaxud da ayrı-ayrı YouTube və digər platformalarda, o cümlədən Ermənistanda xüsusi olaraq bu Mehdiyev məsələsinə həsr olunmuş verilişlər gedir son bir neçə gündə. Və digər tərəfdən isə bu konkret sizin sualınızda ifadə edədiyiniz kommunikasiyaların götürülməsi isə faktiki olaraq əlbəttə ki, bu Azərbaycanın üçün də bir böyük bir haber, Azərbaycanın qələbəsinin və torpaqlarımızın suverenliyimizin bərpasından sonra əslində məntiqi bir davamdır. İkincisi, Azərbaycanın regionun lider dövlətinə, yəni bu Qafqazın konkret lider dövlətinə çevrilməsi və bundan sonraki inkişafımızın bir sıra istiqamətlərinin gerçəkləşməsi baxımından bizim də maraq və mənafeyimizə cavab verən bir məsələdir. Və hətta o dərəcədə mühüm məsələdir ki, hələ keçən əsrin 30-cu illərində
ondan əvvəl hətta Rusiya bir dağıldıqdan sonra mövcud olmuş Qafqaz evi ideyasının konkret baxmayaraq keçən 30-cu illərində bu ideologiyalaşdı və ortalığa qoyulmuşdu. Mühacir bir sıra təşkilatlar tərəfindən, o cümlədən Azərbaycan Milli Müsavat Partiyasının tərəfindən onun mühacirətdə fəaliyyət göstərdiyi müddətdə və o vaxt ki, buna yaxın durmayan və bundan kənarda özünü saxlayan ermənilər, o cümlədən xaricdəki o dövrdə antisovet kimi hətta qəbul olunan daşnaq qüvvələri bundan kənarda durmuşdu. Və indi bu gün bu məsələ faktiki olaraq yenidən Qafqaz evi ideyasını, yəni istər Gürcüstan, Azərbaycan və demək Ermənistanın bir-biri əməkdaşlıq edən, bir-birilə düşmənçilik etməyən, sərhədlərlə ayrılmış, yox sərhədlərlə birləşən bir məkana çevrilməsinə və bunun da şübhəsiz həm iqtisadi, həm təhlükəsizlik baxımından hər üç xalq, dövlət və cəmiyyət üçün çox ciddi avantaj yaratdığının da fərqində olmalıyıq və konkret olaraq isə bu imzalanan bəzi razılaşmalar oldu. Vaşinqtonda avqustun 8-də istər üç tərəfli saziş, daha doğrusu iki tərəfli və Amerika Birləşmiş Ştatları prezidentinin şahidliyi ilə olan sazişdə ifadə olunan müddaların, eləcə də demək sülh müqaviləsinin mətninin paraflanması oldu. Bunların sadəcə bir kağız deklaratiya, bəyanat yox, real olaraq artıq səmərəsinin müşahidəsi baxımından, nümayişi baxımından, təsdiqi baxımından prosesləri sürətləndirən, stimullaşdıran bir məsələ. Məncə, strateji olaraq Ermənistanın əslində, o cümlədən Gürcüstanı da bura aid eləmək lazımdır. Prinsip etibarilə regionda təhlükəsizlik demək mandatını belə deyək ki, Azərbaycana verilməsi, Türk Dövlətləri Təşkilatına verilməsi və hətta gələcəkdə Ermənistanın və Gürcüstanın Türk Dövlətləri Təşkilatında mən hətta tam hüquqlu və yaxud hətta ilkin etapda müşahidəçi bir qismdə də iştirakını vacib hesab edirəm. Daha doğrusu bunun davamı hesab edirəm. Çünki əks təqdirdə bizim bu Cənubi Qafqazdakı təhlükəsizlik davamlı və qalıcı olaraq saxlanmasına başqa bir yolu yoxdur. Yeganə Azərbaycanlı bu üç dövlət arasında hal-hazırda yetərli bir dövlət kimi mövcud olub bu cür gücü, potensialı, qüvvəsi olan bir məsələ və regionun da getdikcə məncə mənim fikrimcə Türkiyə və Türk Dövlətləri Təşkilatı müstəqil güc mərkəzinə, o cümlədən hərbi güc mərkəzinə, təhlükəsizlik mərkəzinə və müstəqil geopolitik qütbə çevrilməsi prosesi bu həm bizim regionun bir qədər heç qətiyyən şişirtmə kimi qəbul eləməyin, bütövlükdə ümumiyyətlə Avrasiyanın və bütövlükdə hətta qlobal dünyanın məncə gələcəyini müəyyən edən əsas faktorlardan, istiqamətlərdən biri kimi hal-hazırda mövcuddur. Və bu qeyd etdiyimiz məsələ də bu istiqamətdə olan addımdır. Bilirsiniz, sülh müqaviləsi artıq, necə deyim, imzalanmasına yaxınlaşırıq. Azərbaycanla Ermənistan arasında Cumhuriyyət dövründə 100 il bundan əvvəl də müəyyən razılaşmalar əldə olunmuşdu ki, İrəvanın onlara güzəşt edilməsi, daha artıq bizə ərazi iddiaları eləməməli idilər, amma elədilər. Sizcə bu səfərki sülh davamlı ola biləcək? Bilirsiniz, 20-ci il Azərbaycanın 44 günlük müharibədə, vətən müharibəsindəki qələbəsi bu təkcə hərbi bir qələbə kimi iki dövlət arasındakı bir hərbi münaqişənin, müharibənin hadisəsi kimi baxılmalı deyil. Baxmayaraq ki, şübhəsiz ki, həm Azərbaycan hərb tarixinin, həm də bu artıq dünyanın bütün o müharibə şünasları tərəfindən də qəbul olunur ki, 20-ci il müharibəsi demək, mahiyyət etibarilə yeni tipli müharibənin ilkidir dünyada və bu baxımdan dünya hərb tarixinə düşübdür. Burada bu pilotsuz aparatlardan istifadə olunması və bir sıra başqa innovativ hərbi metodlardan istifadə olunması ilk olaraq praktikada Qarabağ müharibəsində, Azərbaycanın 44 gün müharibəsində sınandı. Yəni bu dünyanın həm də hərb tarixinə düşən bir məsələdir. Üçüncüsü bu mənim, yəni bunu dəfələrlə təkrar eləmişəm, burada deyim ki, bu təkcə, yenə deyim ki, hərb məsələsi, hərbi qələbə deyil, bu bir milli inqilabdır. Yəni, Azərbaycan insanının istər fərdi, istər toplumsal olaraq, yəni kollektiv şuur və psixoloji səviyyədə fərqli bir mərhələyə daxil olmasına səbəb olan bir hadisədir.
Bu, o baxımdan təkcə hərb hadisəsi, siyasi hadisə, dövlətlər arası münasibətlər hadisəsi yox. Mənim fikrimcə Azərbaycan xalqı üçün bir milli inqilabdır və təkrar olunmaz bir alternativi olmayan, analogu olmayan bir hadisədir. Elə təkcə bir məsələni deyək ki, həm də bu, sizin sualınıza mən demək yaxınlaşıram. Faktiki olaraq təxminən 1000 illik erməniçilik və erməniçiliyə əsaslanan demək və Azərbaycan türklüyünün və bütövlükdə türklüyün əleyhinə yönəlmiş bir böyük bir qlobal bir savaşın və onun arxasında duran qüvvələrin məğlubiyyəti və artıq həllici təsir imkanlarının itirilməsidir. Bu baxımdan bunu hətta açığın mən sizə deyim ki, 18-ci il Azərbaycan-Ermənistan arasındakı münaqişəli ilə də hətta demək o vəziyyətlə və onun nəticələri ilə müqayisə etmək məncə doğru olmaz. Yəni, fərqli bir mərhələyə daxil olmuşuq. Bu, dönməz xarakter daşıyır və regiondan əslində ermənilərin çıxıb getməsi təkcə Qarabağdan yox, Ermənistanın indiki ərazisindən o cümlədən və bunun bir milli problem kimi ermənilər qarşısında hal-hazırda ciddi bir məsələ kimi durması və demək, erməniçiliyin artıq dünya imperializminin belə deyək ki, müəyyən qlobal güclərin bir maşası kimi rol oynamaq potensialını itirməsi, daha sonra demək, bu hal-hazırda faktiki olaraq Ermənistanın bir hərbi təhdid kimi Azərbaycana, Azərbaycan dövlətinə və Azərbaycan cəmiyyətinə və Azərbaycan türklüyünə hərbi təhdid kimi faktiki olaraq heçə indirilməsi onun o gücünün, təhdid gücünün bu fərqli bir situasiyadan xəbər verir və o baxımdan da demək, mənim fikrimcə, yəni əslində Ermənistanda hal-hazırda müşahidə etdiyimiz çox ciddi bir böhran, dövlət böhranı gedir, mənəvi böhran gedir, mədəni, siyasi böhran gedir. Əlamətdə biri Ermənistan hökuməti ilə onların iki hissəsi arasında baş verən münaqişəsində bunun nümayişidir, bunun əyani bir nümayişidir və ciddi bir şəkildə ümumiyyətlə erməniliyə və erməniçilərə burada yer qalmış bir sualı erməni cəmiyyəti qarşısındadır. Çıxış və xilas yolunu mən göstərdim. Burada Azərbaycanla düşmənçilik yox, əməkdaşlıq, Azərbaycanın təhlükəsizlik çətirinin altına girmək və Türk Dövlətləri Təşkilatı sistemində mövcud olmaq yeganə əslində ermənilərin və onların dövlət qurumu olaraq Ermənistanın xilas demək yoludur. Prinsip etibarilə mən bu yaranmış yeni bir şəraitdə xalqlar və dövlətlər arasında da əlbəttə ki, münasibətlərin demək, normallaşması perspektivinə optimist baxıram. Amma prinsip etibarilə strateji olaraq hansısa məqamda toqquşmaların da maraq və mənafelerin necə deyirlər, toqquşması da gözləniləndir. Ona da hazır olmaq lazım. Yəni, təkcə bu konkret, bugün aktual olan təhdidlər öz yerində, bugün həll olunması məsələlər bunlardan ibarətdir. O baxımdan Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti və Azərbaycan və dünya türklüyü və Türkiyə öncüllüyü ilə bugün mən həmişə bu məsələləri təkrar edirəm. Demək, indi mən baxdım bu sizin verilişə dəvət olunanda burada demək, Türk Ocaqları Cəmiyyəti də burada yerləşir. Ən güclü silahımız əlbəttə ki, indi bax Türkiyə bu yaxınlarda tank istehsalına başladığımız seriya olaraq elan olundu. Dünya hərb demək meydanlarında səs salan pualar və digər başqa demək silahlar var. Azərbaycanın özü müəyyən artıq hərbi sənaye kompleksinin bir sıra nümunələri dünya hərb sərgilərində demək müşahidə olunur. Müharibədə də kifayət qədər sınaqdan keçmiş bizim öz istehsalımız olan qüvvələr var. Digər başqa məsələn Türk Dövlətləri Birliyi Özbəkistan və Türkiyə arasında ciddi bu sahədə əməkdaşlıq var. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq var. Birgə müəssisələri var. Bütün bunlar amma ən güclü silah, bütün bunlar hamısı lazımdır, vacibdir, zəruridir, mütləq. Amma ən güclü silah türkçülükdür, türkçülükdür və bizim o mənəvi milli gücümüzdür ki, bizim o yuxarıda, konkret bugün ortada olan və perspektivdə hələ meydana çıxa bilməsi ehtimal edilən, fərz edilən, hesablana bilən təhlükələrin və deməli və təhdidlərin qarşısını ala biləcək, neytrallaşdıracaq, rəsmiləşdirəcək ən böyük silahımız milli mənəvi dəyərlərimizdir,
özümüzün demək şuurumuzdur və milli gücümüzdür. Və mən həmişə bunu deyirəm, təkrar edirəm, burada da istəyirəm bu fikir mütləq səslənsin. Əlbəttə ki, türkçülük öz yerində, həm də bir türkçilik var. Nə qədər ki, bugün Türk Dövlətləri Birliyinin əslində mayasında, cövhərində bir Azərbaycan ideyası var. Azərbaycan ideyası Türk ideyasıdır. Diqqət eləyin, demək, İkinci Dünya Müharibəsindən sonra o vaxt yeni bir dünya düzəni formalaşdı və onun da əsas institutu, əsas orqanı Birləşmiş Millətlər Təşkilatı oldu. Birləşmiş Millətlər Təşkilatının birinci müzakirə etdiyi məsələ Azərbaycan məsələsi oldu. Bu cənubdakı o vaxt Sovet qoşunlarının orada olması ilə bağlı olan məsələ BMT-nin demək müzakirəyə çıxardığı birinci məsələ oldu. Bu söhbət bu məsələlərdən düşdü, xatırladım. Demək, NATO-nun qərargahında Brüsseldə mən olmamışam, amma deyilənə görə orada məşhur bir şəkil var. Yeni geopolitik övladın doğulması və o da Azərbaycanı göstərir şəkildə. O məşhur, çox məşhur bir əsər, rəsm əsəridir. Demək, yəni Azərbaycan məsələsi bugünkü yeni artıq o İkinci Dünya Müharibəsindən sonra formalaşan bir dünya düzəni artıq yoxdur. Bəziləri deyir, çox qütblü dünya formalaşır, bəziləri hətta bir qütblü dünyadan danışırlar, Amerika Birləşmiş Ştatları olmaqla və s. Mənim fikrimdir, yəni, mən də o fikrin tərəfdarlarından birəm ki, bu yeni dünya düzəni Azərbaycan, dünya Türklüyü, Türkiyə, Türk Dövlətləri Birliyi olmadan artıq formalaşdırıla bilməsi. O baxımdan bizdə baş verən hadisələr, hətta bizim ölkə daxilində lokal görünən və ya regional görünən bir sıra məsələlər bugün qlobal məsələlər, mahiyyətcə qlobal hadisələrdir, qlobal proseslərin tərkib hissəsidir və niyə görə bunları dedim və bu məsələsini demək istəyirəm ki, əlbəttə türkçülük, türk milli kimliyi və türk demək, bütün bizim bu ideoloji və psixoloji xarakterli hətta istər fərdi, istər demək, istər də kollektiv səviyyədə olan bu məsələ bizim ən böyük silahımızdır. Amma konkret olaraq türkçü deməklə türkçülük kifayət eləmir. Mənim Elçi bəyin bir məşhur ifadəsi vardı. Deyirdi ki, necə ki, La ilahə illallah deməklə müsəlman olmaq olmaz, gərək bir Muhammedən Resulullah da deyirsən. Türkçülük deməklə də türkçü olmursan, gərək həm də Türkiyəçi olasan bugün. Türkiyə və Türkiyəsində mayasında Azərbaycan ideyası, Azərbaycan məsələsi durur və prinsip etibarilə mənim fikrimcə bizə məlum olan yazılı tarix ki var, son təxminən 2000-2500 ili ahit eləyir. İndi ondan əvvəl də böyük tarix var. Yazılı tarix deyərkən mənə, yəni o dövrdə yazılmış və bugün obyektiv demək, maddi sübutlarla bizə məlum olan mən tarix nəzərdə tuturam. Bu tarixdən yeni bir tarix formalaşır və onun fundamentində Azərbaycan durur, Azərbaycan Türklüyü durur, dünya Türklüyü durur, Azərbaycan Türkiyə birliyi durur və Türk Dövlətləri Birliyi durur. Bunun da biz gərək fərqində olaq və bütün hadisələri dəyərləndirərkən də, addım atarkən də bu böyük missiyanı bugün daşıdığımızın gərək fərqində olaq və siz gənclər də gərək bunun birinci növbədə fərqində olasınız ki, biz hansı böyük bir işin arxasındayıq, altındayıq və inşallah da həm də üstündə olacaq. Xarici siyasət, daxili siyasət məsələlərindən danışdıq. Mən bir də Azərbaycandakı sosial-iqtisadi məsələlərdən danışmaq istəyirdim sizdən. Hazırki sosial-iqtisadi vəziyyət haqqında nə düşünürsünüz? Məsələn, qiymət artımları olur. Yəni, ən ciddi problemlərdən biri də budur. Yəni, insanı, Cənab Allah insanı xəlq eləyəndə onu özünün ən yüksək bir yaratdığı bir yaradılışının ən yüksəyi, ən şərəfsiz, əşrəfül məxluqat adlandırdı, yəni yaradılmışların ən yüksəyi. Amma həmin o digər mələklərdən və digərlərindən fərq ondan ibarətdir ki, bu insan Adəm və Adəm babamız və Həvva nənəmiz yeməli idi, içməli idi, yatmalı idi, gələcək üçün müəyyən təminat olmalı idi. Digər yaradılmışlardan fərqi də budur. O baxımdan da eləcə də bu əzəlində insanın yaradılışının əzəlində qoyulan bu məsələ bu gün də davam edir. İnsanlarımız demək özləri, uşaqları, ailəsi təmin eləməlidir. Ləyaqətli bir həyat səviyyəsində yaşamaq üçün minimal müəyyən standartlara cavab verən gəlirə malik olmalıdır. Əlillər, uşaqlar dövlətin himayəsində qarantili şəkildə, təminatlı bir şəkildə
demək yaşamalıdır. Pensiya çıxanda insanlar onu təmin edə biləcək, yaşayışını təmin edə biləcək pensiya təminatı olmalıdır. Bugün yatdıq, sabah səhər ayılanda acaba bizim deyək ki, bunu əldə etmək üçün vəsaitimiz bir qədər dəyərli, birdən-birə 2 dəfə, 3 dəfə bağlaşma görüb narahat olmadığı bir demək cəmiyyətdə yaşamalıdır. Amma biz bugün əlbəttə ki, bütün bunları çox ciddi bir problem şəklində görürük. Bağlaşma, işsizlik və demək, özü də söhbət təkcə indi biz elə bir dönəmdə yaşayırıq ki, dünyada gedən müəyyən proseslər də var. Söhbət hətta yaxınlaşmadan yox, yaxın 3-5 il üçün bugünkü səviyyənin saxlanmasından gedir. Açıqcası deyim ki, bu istiqamətdə demək çox ciddi problemlərin olmaq. Bu günlə həbslərdən başladıq, korrupsiya Balakəndə başlayan böyük ehtimalla hansı bir məmurun, belə indiki iktidarın öz məmurunun hansı birini demək yoxlamağa başlayır, təhqiqata başlayır, hər birinin altından milyonlarla artıq xalqdan uğurlanmış demək pul və yaxud əmlak və yaxud başqa məsələlər çıxır. Oğurluq elə bir səviyyədədir ki, indi bax, Ramiz Mehdiyevdən, indi hal-hazırda hamı Ramiz Mehdiyevdən danışır, təksir də yoxdur, minlərlə hektar torpaq, ayrı-ayrı müəssisələr, bunların hamısının dövlətdən mənimsənmiş. Çünki heç birinin hansısa bir deyək ki, bir kəşf olub, ya bir biznes əməliyyatı aparılıb və bunun bir mənbəyini göstərən bir məsələ yoxdur ortada. Bu Azərbaycan üçün çox böyük bir problem, yəni korrupsiya məsələsi. Baxmayaraq ki, indi birinci dəfə deyil ki, mən baxıram, hər dəfə neçə icra başçısı tutulubdur. Bu, hər halda nə birincidir, böyük ehtimalla nə axırıncıdır. Neçə nazirlikdə yoxlamalar aparılıb, hətta Mədəniyyət Nazirliyində, belə deyək ki, ən belə bu məsələlərdə abırlı görünə bilən Mədəniyyət Nazirliyi və digər baş təhsildə və s. Hətta İlmlər Akademiyasında indi 10 milyonlarla vəsaitin, dövlət vəsaitinin, büdcədən ayrılmış vəsaitin mənimsənməsi barədə söhbətlər gedir və təsdiqlənmiş söhbətlər gedir. Mən artıq dünən Baş Prokurorluğun bu Elton Məmmədov haqqında bir informasiyası getdi. Orada deyil ki, bəli, 3 milyon orada dövlət büdcəsindən ayrılmış vəsaitin hətta qaytarılması da təmin olunur və s. Hətta akademiyada bu şəkildə olursa, bu çox böyük bir milli bir səviyyədə olan bir bəlalardan əlbəttə ki, biridir və bunun aradan qaldırılmasa, şübhəsiz ki, bizim hansısa o yuxarıda danışdığımız o çox böyük missiyada, o çox böyük məqsədlər də demək, reallaşa gerçəkləşə bilməz. Dövlət büdcəsinin yeni bir, bu gələn 2010 dövlət büdcəsi təqdim olundu. İlkin rəqəmlər halında ortadadır. Bütövlükdə əlbəttə bizi narahat edən məqamlarda biri oldu ki, Azərbaycan ilk dəfə faktiki olaraq büdcə artmır. Büdcə artmır, yəni vəsait, formal, nominal pul hesabı ilə. Amma biz bilirik ki, məsələn, 2025-ci ildəki, deyək ki, 40 milyon ya 40 milyard 26-cı 40 milyarddan fərqli idi. 26-cı 40 milyard bu inflyasiya və bağlaşma nəticəsində faktiki olaraq özünün real dəyərini xeyli itiribdir. Yəni biz çox əhəmiyyətli bir şəkildə büdcənin real o, deyək ki, azalmasını əslində görürük. Yəni artım yoxdursa hətta, demək, faktiki artım, nominal artım yoxdur. 160 milyon, elan olan rəqəmlərə 160 milyon demək olar ki, elə bir təsirə malik olmayan bir rəqəmdir. O baxımdan əlbəttə ki, bu çox ciddi bir məsələdir və yaxud, bax, indi bizim diaspora Rusiyada hücuma keçilibdir. İnsanlarımız niyə Rusiyada o qədər böyük bir şəkildə təmsil olunubdur və həm də sosial hüquqları taplanır, əmək hüquqları taplanır və s. Ölkənin daxilində onların əhəmiyyətli bir hissəsinin demək, işlə təmin olunmadığına görə. Hər bir 10 milyon əhalinin 1 milyona əgər xaricdədirsə, xaricdə olanların müəyyən bir hissəsi indi orada vətəndaşıdır, daimi yaşayır, amma xeyli hissəsi həm də Azərbaycanın vətəndaşı olaraq qalır, mövsüm xarakterli gedib gəlirlər və onun da böyük bir hissəsi uşaq deyil, qoca deyil, onların əksər hissəsi gedənlərin əmək qabiliyyətli hissədir. Qarabağdakı bu son, necə deyim, tikinti işləri, ümumiyyətlə oradakı işlər haqqında nə düşünürsünüz? O yekunlaşdığım kimi deyərəm sizə və hökumətin deməli bu sayədə tətbiq edilmiş çoxlu proqramlar var və həyata keçirilir, amma neysə deməli çatışmır ki, o gözlənilən effekt hələ ki görünmür. Sizin axınızı sualınızda mən Qarabağda bir işlər olmuşam. Müşahidə olunan əlbəttə ki, nə işlər görülüb, yəni o qoyulub əsas. Yəni bunu inkar etmək olmaz. İnfrastruktur məsələləri, yəni yollardır, elektrik
sonra su, qaz xətlərinin demək çəkilişidir, çox iri bir müəyyən tikinti işləri gedir. Yüzlərlə, minlərlə işğal məsələlər olmuş, şəhərlər silinib, yerdə onların bərpa olunması başlanıbdır. Lakin bizim demək, mənim yəni o cümlədən tərəflərlə səsləndirdiyim bir fikir var ki, biz sanki yerindən biz haqlı, o doğrudan da bizim insanlarımızın işğal nəticəsində didərgin düşdüyü torpaqlarına qayıdış, proqramı da böyük qayıdışdır. Doğrudur və o qayıdış olur. Lakin o da biz təkcə qayıdış kimi baxmalı deyilik. Faktiki olaraq çox nəhəng bir, böyük bir ərazinin Azərbaycan miqyasında məskunlaşmasından söhbət gedir. Farklı biz onu yeni məskunlaşdırılır, yeni şəkildə. Bu sadəcə olaraq deyək ki, bir də sonradan çadır şəhərciklərinin ləğv olunub, orada insanların tikilən evlərə köçürülməsi kimi baxılsa, insanlar özlərini yalnız orada biz qayıtmışıq artıq qaçqın köçkünlükdən və özlərini orada 30 illik qaçqın köçkün psixolojisi ilə orada hələ yaşamaqda davam etsələr, o bərpa məsələlərini demək, tam şəkildə nə həyata keçirmək mümkün olacaq, nə də demək, dövlətin ona o imkanları da yoxdur. Azadlıq o istiqamətdə yaradılmalı. Nədən var? Çox torpaq islahatı keçirilməli, hələ keçirilmir. Torpaq paylanmalıdır. İnsanların özlərinin oraya investisiya və kapital qoymaq, özlərinə ev tikmək, təsərrüfat salmaq üçün şərait yaradılmalıdır. Ki, aydın məsələdir, orada bunun qarşılığı olan deyilən fikirlərdə minalanmış sahələr var, su və başqa digər problemlər var. Bunun körtəbii, yəni, belə deyək ki, belə şəkildə həyata keçirilməsi olmaz. Amma körtəbii həyata keçirmək olmaz, hər şeyi idarə olunan bir formaya salmaq şəklində də etmək olmaz, istisna eləməlidir. Həqiqətən, yəni insanların enerjisi orada və bu təkcə Qarabağ qayıdan insanların da orada bu qayıdış təkcə qaçqın və köçkünlərin qayıdışı kimi olmalı deyil. Yəni bu biz səsləndirdik. Bu xalqımızın sanki öz vətəninə qayıtması bütün milli səviyyədə olmalıdır. Gücü ilə, enerjisi ilə. Nə qədər olur məsələn? Dediklərinizin nə qədər olur? İndi deyirsiniz ki, belə olmalıdır. Bu olunmur. Biz deyirik ki, bizim o məsələlərdə görülən işlər qeyri-eləməklə yanaşı. Mən onun tərəfdarlarından deyiləm ki, yəni elə olan işi kənara qoyursan, yəni görməzdən gəlirsə. Amma bu dəyişməsə bu cür yanaşım, indiki yanaşım. Deyilir ki, müəyyən güvəni başlayırlar, deyək Cəbrayildə deyəsən, icazə verirlər ki, artıq torpaq sahələri ayrılmağa başlayıb. Niyə görə məsələn orada torpaq islahatı aparılır? Məlum deyil. Azərbaycan hər yerində aparılır. Orada insanlar torpaq islahatı aparılsın, torpaq payları verilsin. Onlar onu satacaq, dövrüyə bıraxacaqlar, onların azad işi. Amma bu proses başlayacaq, hərəkətlənmə başlayacaq. Və yaxud deyək ki, digər yerlərdən də oradadır. Ən uğurlu, məsələn, deyək ki, mənim fikrimcə, ən uğurlu layihələrdən biri Qarabağ Universitetidir. İnanın ki, bəlkə ən uğurlu layihədir. Ki, ora hələlik yüzlərlə, minlərlə tələbə gedir, onların müəllimləri gedir, gəlir müəllimlər, universitet, müəllim, professor heyəti orada mövcud olur. Model olmaq, mənim fikrimcə, deyilənə görə 26-cı ildən fərqlidir. Demək, yanaşılacaq, görə bu dövlət büdcəsində nə nəzərdə tutulub və hökumətin məncə o böyük qayıdış proqramından fərqli bir proqramlar irəli sürməsi. Əsas məsələ insanlarımızın bu işə qoşmaqdır. İnsanlarımızın təkcə Qarabağları yox, bütün Azərbaycan insanının əlbəttə ki, birinci növbədə və əsr etibarilə Qarabağlar. Yəni orada yaşamış insanların enerjisini, gücünü, potensialını bu işə qoşsaq, məncə o 40 ildə deyək, 30 ildə deyirlər, ümumi bu proses davam edəcək, daha qısa bir müddətdə həyata keçirmək mümkün. Mən bir gənc olaraq öz həmyaşlarımda bir şey hiss eləmişəm. Bizdə məsələn gənclərdə nə var? Həvəssizlik var. Məsələn, siyasətlə maraqlanmırlar. Ən adisindən mən bu yaxınlarda sorğu keçirmişdim ki, Azərbaycanda hansı partiyaları tanıyırsınız? 3 partiyadan daha çoxunu deyən gənc demək olar ki, yox idi. Bir nəfər var idi. O da ki, yəni gənc saymaq olmazdı, artıq orta yaşlı idi. Siz də insanlardakı bu həvəssizlik, bu siyasətə, ümumiyyətlə o dediyiniz digər məsələlər olan həvəssizlik nədən qaynaqlanır? Obyektiv və subyektiv bunun tərəfi var. Subyektiv tərəf odur ki, indiki Azərbaycanda hələ ki demokratik cəmiyyət formalaşmayıb və demək, təsəvvür edin, Azərbaycan konstitusiyasında çox partiyalı sistem anlayışı yoxdur. Məsələn. Və yaxud demək, siyasi partiyalar haqqında ayrıca bir iddia yoxdur. Məsələn, deyək ki, bizə elə qonşu ölkələrin, mən elə bir ölkə tanımıram ki,
onun konstitusiyasında siyasi partiler hakkında ayrıca bir 58-ci səhvlərimizdə maddədə birləşmə hüququnun içində bir siyasi partiya da birləşmə hüququ vardır. Yəni Həmkarlar İttifaqı və siyasi partiya sahib olunur. Onun bir müddəti səhv eləmirəmsə 58-ci maddədir. Amma məsələn Belarusiyada hətta dolar demokratik cəmiyyət deyil. Amma deyək Gürcüstanda, Ermənistanda, Türkiyədə xüsusi maddələr var. Almaniyada, mən niyə bunları sadalayıram? Mən müxtəlif yerlərdə, həm müxtəlif inkişaf səviyyəsində və yaxud fərqli siyasi mədəniyyəti olan ölkə və xalqların cəmiyyətləri deyirəm. Almaniya Federativ Respublikasının tamamilə bir neçə fəsli hətta bunu həss olundur. Biz də siyasi partiyalar haqqında ayrıca siz fərqli partiyadan sual edirsiniz. Yoxdur. Belə olan demək halda bunun bu subyekti səhvdir. Yəni Azərbaycan hökumətinin, mən bunu dəfələrlə demişəm, bizdən iqtidar dairələrdə diskussiya edirlər və amma hər halda faktlıqlar. İkincisi, siyasi partiyalarındakı mövzusu axıncı qanun olduqca sərt qanundur. Faktlı olaraq son dövrdə yeni bir siyasi partinin yaranması haqqında eşitmişsiniz, Gənclər tərəfindən və ya kimlərsə tərəfindən cəhət olunuzu yox. Çünki faktlı olaraq indiki qanunu Azərbaycanın real siyasi vəziyyətini nəzərə alsa, inanın ki, yeni siyasi partiyanın yaradılması qeyri-mümkündür bu qanunla. Yəni bu Azərbaycanda faktlı olaraq rəsmi siyasətin bir nəticəsidir ki, bu da gənclərimiz arasında müəyyən bir demək, bu cür belə deyək ki, müşahidə olunan bir siyasi pasifliyə səbəb oldu, belə deyək, maraqlı azalmasına səbəb oldu. Siyasi partiyanın, hakim siyasi partiyanın üzvü olmasa, digər partiyanın üzvü olmalıdır və biz də sorğular aparırıq. Gənclər özləri üçün problem yaradıcılığını, bunlar vəzifə tutanda, xüsusən dövlət quruluğu və s. kimi məsələlərdə problem yaradacağını nəzərə alaraq partiyalara üzv oldular. Ya iqtidar partiyasına üzv olmalısan və yaxud da ən yaxşısı elə hansı bir partiya üzv olmaq deyə belə cavablar demək verilir. Bu da subyekti səhvdir. Yəni ölkədə elə bir siyasi vəziyyət yaranmalıdır ki, formalaşmalıdır ki, orada insanlar siyasi bu digər simpatiyalarını gizlətməsinlər. Əksinə o da insanların fəallığının artması təkcə elə siyasi partiyalar özünü göstərməyəcək ki, siyasi cəhətdən fəal olan cəmiyyətlər iqtisadiyyatda da sonra digər başqa elm sahəsində də sayədə də biz artımı bizim daim müşahidə edirik. Hətta totaldır cəmiyyətlərin özündə ilkin dövrdə, Bolşevizm yaranında deyə keçmiş o Sovet məkanında, ilkin dövrdə müəyyən bir həm digər sahələrdə inkişaf oldu. Bilirsiniz nəyin hesab neydi o? Çünki bir ideologiya var, siyasi bir fəallıq müşahidə olunurdu, bir rəqabət vardı. Söhbət keçən əsrin təxminən 20-30-cu illərinə qədərki dövrdən gedir. Müəyyən bir digər sahələrdə biz inkişaf hallarını hər halda o şəraitdə mümkün ola bilən dərəcədə və səviyyədə müşahidə edirik. O baxımdan da əlbəttə ki, bu məncə keçicidir bu. Məncə bu keçicidir. Müəyyən bir nəsil dəyişməsi baş verir və istər iqtidar dünya görüşlü, istər müxalifət düşərgəsində olanlar bütün bir nəsil artıq ən azı bioloji qanunlara uyğun olaraq gedir və gənclər istər-istərməz öz talelərini həll etməli olacaqlar. O başqa bir məsələdir ki, bu da bir nihilist yanaşma olmalı deyil ki, biz elə sıfırdan güya başlayacaq. Mümkün olan bir məsələ deyil. Köklərə, özümdə mən siyasi mədəniyyət köklərini deyirəm, siyasi onlara istinad edilmədən biz inkişaf eləmiş bir Azərbaycan dövləti yaradılmalı, çağdaş siyasi mədəniyyət səviyyəsində olan bir cəmiyyəti və ya dövləti qura bilməliyik. O baxımdan məncə bu keçicidir. Və demək, mən hətta müddət təsvir edə bilərəm. Yaxın 3-5 ildə sonra Azərbaycanda fərqli siyasi biz demək, mühit, fərqli bir siyasi övqat müşahidə edəcək. İnşallah. Son olaraq artıq bitiririk. İzləyicilərə demək istədiyiniz hansısa bir məqam var? Üzərində mənim demək istədiyim ki, bu hər şey yaxşı olacaq. Qətiyyən ən çətin anda da baxın, ermənilər o vaxt olmuşdu ki, gəlib Yevmaxı keçəndən sonra erməninin hansılar təsiri hiss olunur, deyil mi? Onda da əslində o biz qalib gələcəyik və bu məsələni aradan qaldıracaq deyən o ruh olmasaydı, bugün bizim nəfəsimiz artıq Qaradənizə gedib çatırdı. O da olmazdı. O baxımdan əvvəla heç vaxt ortadan düşmək olmaz. İkincisi, heç arxayın olmaq olmaz, laqeyd də qalmaq olmaz. Mənim demək, dünən böyük nəvəmin ad günü idi. Təbii. Bütün nəvələr yığışdı, onların dostları və sairələr yığışdı və demək, mən orada onlara dedim ki, siz biləsiniz, siz uşaq falan deyilsiniz. Siz artıq, mən ən gənclərə, hətta böyük nəvəm artıq 10-cu sinifdə oxuyur.
Yəni inşallah mütləq mən %100 bunu əminliklə deyirəm. Bax bu gün mən o problemlərdən danışdım. Həqiqətən çox ciddi problem, böyük problemlər elədik biri, müharibəni, işğal məsələsini. Çox böyük problemlərin içərisindəyik. Amma daha böyük olacaq, bu vəziyyətdə biz güclənmiş halda çıxacağıq. Təhlükələrdən, problemlərdən çəkinmək, qorxmaq lazım deyil, onların üstünə getmək lazımdır. Çəkinsək, onlar bizi altına alacaq, üstünə getsək, bunların üstündə gedib, gələcəyə doğru gedəcək inşallah. Uğurlar olsun onlara, eşq olsun gəncliyə. Ümidimiz olar. Təşəkkür edirik. Sağ olun.